17 yaşı gələn Ləsgər Geyzaydı. O dostu da batıb bir yerdədirlər. İkisi bir yerdə batıblar. Üzə bilirdi. Yox. Rayonda qalırdı. Rayon yerində böyüyüb. O dənizi hələ birinci dəfədir görür. Paltarlarını buradan tapıblar. Görənlər var, kimsə görüb, nəsə deyiblər sizə. Kameraya baxıblar da. Polis də gəlib baxıb kameraya ki, girişi var. Çıxışı da yoxdur, çıxmayıblar buradan. 18:40-da giriblər bura. Bəli. Hava qaranlıq oldu. Açıq olub, xeyr, açıq idi hava. Açıq olub. Kameradan baxdıq biz də o vaxt olub. 18:40-da. Başqa adamlar var idi yanlarında yoxsa? Yox, onlar kameradan girəndə görmüşük. Bura yəni kamera çəkmir axı ona görə. Yalnız kameradan girişdə düşüblər. Ondan sonra yox. Birinci dəfədir dostu ilə gəl. Mənim də məlumatım yoxdur. Mənim də qızım zəng eləyər, deyər evdə ki, bəs uşaq gəlməyib də evə qardaşım. Səhərə kimi yığmışıq biz də. Səhər bilmişik, buradan xəbər veriblər. Dünən axşam saatlarından başlayan axtarış tədbirləri nəticə verdi. 2 nəfərin də meyiti sudan çıxarıldı.